O bir qadın var idi, gedirdi, gah məscidin qapısının ağzında otururdu, gah da xəstəxananın. Bir alim keçəndə dedi, ey xanım, mən səni ancaq bu iki yerdə görürəm də, əl açırsan, insanlardan kömək istəyirsən, niyə başqa yerə getmirsən? Bilirsin nə dedi o xanım alimə? Dedi, ağa, elə insanların ən çox Allah bu iki yerdə yadına düşür. Bir məsciddə, bir də xəstəxanada. Gedin bir dənə xəstəxanada xəstəsi olan adama baxın, görün Allahla necə danışır. Ayrı vaxt elə danışmaz, xəstəsi var o, işi düşüb Allaha. Bir də məscidə yönələn insanlara baxın, hətta mən dəfələrlə demişəm, xəstəxananın divarları məscidin divarlarından daha çox səmimi dua eşidir. Məsciddə mümkündür özünü başqasına göstərəsin. Biri girdi içəri, rukunu uzadasan, səzdən uzadasan, avazı dəyişəsən, kimsə baxıraq kənardan. Amma xəstəxanada insanın ağlına elə şeylər gəlmir. Bir Allahdır, bir də özü. Deyir Allah xəstəmin şəfasıdır.